Salam əziz izləyicilər, hər vaxtınız xeyir olsun. İndi sizə mən bir mahnını zümzüm eləyəcəm. Amma mahnıya keçməzdən öncə qısaca məlumat verim. Bu məşhur bir nəğmədir. Bənzərsiz bəstəkarımız Elza İbrahimovanın yaratdığı xalq arasında Gecələr Bulaq başında adı ilə məşhur olan mahnı əslində Bəxtiyar Vahabzadə rəhmətliyin sözlərinə yazılan bu mahnı əslində Gecə Bulaq başında adlanır. Nədənsə bu sonradan Gecələr Bulaq başı adıyla tanınıb, qəbul olunub, məşhurlaşıb. Amma ilkin adını çox adam bilmir. Uzun illərdir bu mahnı dillərdən düşmür, sevilə-sevilə oxunur, böyük bir ifaçılar nəsli yetişib bu mahnı ilə. Təqribən mahnının bir 60 ilə yaxın tarixi var. Elza xanımın yaradıcılığının ilk illərində ərsəyə gətirdiyi nəğmədir. Mən indi bunu iki daşın arasında, necə deyirlər, zümzüm eləyəcəm. Musiqiçilər buna dəmiyə oxumaq deyirlər, yəni müşayiətsiz. Nə qüsur olsa, yəqin bağışlarsınız. Əvvəla mən müğənnilik iddiasında deyiləm. İkincisi də müşayiətsiz oxumağın da öz çətinlikləri var. Amma yəqin ki, çalışarıq ötəsindən gələk. Sakit axan gecələr, bulaq nələr danışır. Elə bil ki, nağıllar, əfsanələr danışır. Elə bil ki, nağıllar, əfsanələr danışır. Sirlərlə doludur Gecələr bulaq başı, onun zümzüməsidir. Gecələrin sirdaşı, gecələrin sirdaşı. Səpələnib toz kimi, şırıltıyla axan su, neçin pozur gecənin o dərin sükutunu, neçin pozur gecənin o dərin sükutunu. Bəzən aylı süd kimi, bəzən qara gecələr, bulaqlayla mı çalır yatanlara gecələr, yatanlara gecələr. Bəzən aylı süd kimi, bəzən qara gecələr, bulaqlayla mı çalır yatanlara gecələr, yatanlara gecələr, yatanlara gecələr.